Bir çox hallarda yeni tikilən çoxmənzilli binalarda mənzillərin alınması zamanı onun sahəsinin qanunvericiliyə uyğun olaraq hesablanan sahədən daha artıq olması müşahidə olunur. Tikinti şirkəti üçün bu maddi baxımdan sərfəli olsa da, mövcud durum qanunvericiliyin pozulmasına və nəticə etibarilə vətəndaşın aldadılmasına gətirib çıxarır. Mənzil alan şəxs dövlət reyestrindən çıxarış aldıqda mənzilin qanuna uyğun hesablanmış sahəsi ilə tanış olur və çıxarışda mənzilin ümumi sahəsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstəriləndən az olduğunu görür. Nəticə etibarilə mənzil alan şəxslə tikinti şirkəti arasında mübahisə yaranır və hətta məhkəmə çəkişmələri başlayır. Bəs çoxmənzilli binalardakı mənzillərin ümumi sahəsinin hesablanması qaydası necədir? Qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 2012-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydasına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi, yaşayış otaqlarının köməkçi otaqların, yəni sanitar qovşaq, mətbəx, dəhliz, yığınaq yeri və digər köməkçi sahələrin, eləcə də balkon, lojiya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydalara əsasən yaşayış binasında otaqların və digər ərazilərin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində plintuslar hesaba alınmadan ölçməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isidilmə sisteminə daxil olan sobanın və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər ərazilərin sahələrinə daxil edilməməlidir. Qaydalara əsasən balkon və terrasların sahələri, şüşəbənd və lojiyalar, eyvanlar hesablanarkən azaltma əmsalları tətbiq edilir. Məsələn, balkon və terrasların sahələri 0,3, şüşəbənd və lojiyalar 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil olunur. Eyvanların sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq da yaranır. Məlumat üçün bildirək ki, balkon fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş ərazidir. Beləliklə, balkon və terrasların sahələrinin 30%, şüşəbənd və lojiyaların 50%, eyvanların tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 kvadrat metr olduqda 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 kvadrat metr sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır. Bəs ümumi sahə üzrə fərq necə yaranır? Əksər tikinti şirkətləri tərəfindən çoxmənzilli binalardakı mənzillərin sahəsi bayır divarların üst səthindən ölçməklə hesablanır. Otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilir. Eləcə də qaydalara uyğun olaraq tələb olunan azaltma əmsalları tətbiq edilmir. Bəs bu cür hallarla qarşılaşan vətəndaşlar nə etməlidir? Əvvəla mənzil sahibi olmaq istəyən vətəndaşlar seçdikləri mənzilin ümumi sahəsinin qaydalara uyğun hesablandığına əmin olduqdan sonra müqaviləni imzalamalı və ödənişi həyata keçirməlidirlər. Əgər ümumi sahə üzrə çıxarışla və müqavilədəki sahə üst-üstə düşməsə, mənzil sahibi aradakı sahə fərqi ilə bağlı tikinti şirkətinə müraciət edərək ödədiyi artıq pulu geri tələb edə bilər. Əgər tikinti şirkəti qanuna zidd formada hesabladığı sahə üzrə ödənişi geri qaytarmasa, mənzil sahibi pozulmuş hüququ ilə bağlı məhkəməyə müraciət edə bilər. Amma məhkəməyə müraciət tarixi mənzilin təhvil verilməsindən sonraki 5 ili keçməməlidir. Əgər mənzil təhvil verilən zaman çıxarış yoxdursa, vətəndaşlar mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlamalıdır. Çünki məhkəməyə müraciət müddəti keçdikdən sonra qaldırılmış iddia təmin edilmir.